Salam əziz şagirdlər, mən Samir Balaçı. Bugün sizə English Grammar and Vocabulary kitabından Unit 24-25 Present Perfect zaman formasını izah edəcəm. Əziz şagirdlər, Present Perfect zaman forması müxtəlif situasiyalarda istifadə olunur. Öncəliklə quruluşuna diqqət edək. Quruluşu belə olur ki, cümlənin öncə mübtədası deyilir, sonra köməkçi feil deyilir. Hansı köməkçi feildir bu? Have köməkçi feili. Və sonra əsas feilin üçüncü forması deyilir. Qaydalı feil isə bu id sonluğu ilə düzəlir. I have washed. Qaydasız feil isə bu kökündən dəyişib üçüncü forma, yəni participle to formasında yazılır. Misal üçün, write, wrote, written. I have written. Və Azərbaycan dilinə tərcümədə present perfect-da olan cümlələr mən nəyisə etmişəm, sən etmisən və ya o edib kimi tərcümə olunur. I have washed the car. Mən maşını yumuşam. I have written a letter. Mən bir məktub yazmışam. Üçüncü şəxsin təkində olanda isə sadəcə köməkçi feil have əvəzinə has yazırıq. He has washed the car. O maşını yuyub. Və yaxud he has written a letter. O bir məktub yazıb. Yəni diqqət edirik. Qaydalı feillər id sonluğu götürdü, qaydasızlar isə kökündən dəyişdi və burada köməkçi feilimiz have üçüncü şəxsin təkində has olur. Və have diqqət edin, burada köməkçi feil olduğu üçün sual verəndə həmin bu have və has önə keçir. İnkarda isə biz bunlara not artırırıq. Misal üçün, mən deyirəm ki, they have washed the car. Onlar maşını yuyublar. İndi mən sual verəndə bu have köməkçi feilini mən sualda önə keçirəcəm. Deyəcəm, have they washed the car? Onlar maşını yuyublar. İnkarda isə have köməkçi feilinə not artıracam. Deyəcəm ki, they haven't washed the car. Onlar maşını yumayıblar. Əziz şagirdlər, baxın, diqqət etdinizsə, onlar nə isə ediblər, sualda ediblərmi, inkarda xeyr etməyiblər. Və burada diqqət edin, baxın, sonu idi ilə olan qaydalı feillər keçmiş sadə zamanda biz didlə sual verəndə idi sonluğu düşürdü, amma bitmiş zamanda belə bir şey yoxdur. Have has köməkçi feil kimi önə keçirlərsə, bu zaman mütləq şəkildə feil öz formasını saxlayır, yəni əvvəlki formasına qayıtmır. They have washed idi. İndi have they yenə washed. İnkarda they haven't washed. Üçüncü şəxsin təkinə baxaq. Deyək misal üçün, she has və yaxud he has written a letter. Sualda has he written a letter. İnkarda he hasn't written a letter. Deməli, sualda has önə keçdi, inkarda isə has-ə not artırdıq. O məktubu yazıb. O məktubu yazıb, o məktubu yazmayıb. Mən dediyiniz zaman nə isə etmişəm, o edib, biz etmişik. Onlar ediblər, siz etmisiniz. Yəni, present perfect olan cümlələr bu şəkildə tərcümə olunur. Bu da bunların quruluşudur. Siz hansı cümlədə ümumiyyətlə şagirdlər görsəz ki, have has feilinin böyründə qaydalı feil isə idi sonluğu iləndir, yenə deyirəm, qaydasız feil isə kökündən dəyişir. Yəni, participle to formasında feil görsəniz, bilin ki, have orada köməkçidir. Deməli, o cümlənin sualında have önə keçir, əsas feil isə necə yazılmışdırsa, o formada da yerində qalır. Bəs yaxşı, gəlin görək present perfect ümumiyyətlə hansı situasiyalarda istifadə olunur? Əziz şagirdlər, present perfect bir neçə situasiyada istifadə olunur. Bunlardan biri, hər hansı bir hərəkəti etmişik, zamanını söyləyirik, amma o zamanın içindəyik. O zaman keçmişdə qalmayıb. Yəni, içində olduğumuz zamanda bitən hərəkət. Misal üçün, bir var deyirəm ki, mən maşını dünən yudum, hadisə bitib, amma zaman keçmişdə qalıb. Bir də var deyirsən ki, mən bu maşını bu həftə yumuşam, bu ay yumuşam, bu gün yumuşam, indicə yumuşam, son zamanlar yumuşam. Baxın, əgər cümlədə görsəniz ki, just,
indicə və yaxud recently və yaxud lately və yaxud today, bu gün, this week, bu il. Bu tip sözlər varsa, bunların içində bir dənə just ki, cümlənin ortasında işlənir, digərləri sonda işlənir. Bu ipucu sözlər varsa və hərəkət də bitibsə, bu zaman cümlə present perfect zamanında olur. Deyirik ki, I have sent the letter this week. Mən məktubu yollamışam, hərəkət bitib. Bəs zaman bitibmi? Xeyr, zamanın içindəyik. Bu həftə yollamışam dedik. Cümlə oldu present perfect. Və yaxud bu cümlə just-dan istifadə edə bilərik, amma ortada işlənir. Unutmayın, orta demək köməkçi ilə əsasın arası deməkdir. Jane has just arrived home. Jane evə elə indicə çatıb. Hərəkət bitibmi? Bəli. Bəs zaman indicədir. Biz o zamanın içərisindəyik. Hər hansı bir hərəkət indicə baş verib. Deməli, present perfect-in işləndiyi situasiyalardan biri nə oldu? İçində olduğumuz zamanda bitən hərəkəti göstərərkən present perfect zaman formasından istifadə etdik. İçində olduğumuz zamanda baş verən hərəkətlər də zərf olaraq bu sözlərə rast gələ bilərsiniz. İkinci situasiya hansıdır? Gəlin baxaq. İkinci situasiya budur ki, bu danışıqda bizə lazım olan, ən çox istifadə olunan situasiyadır. Hər hansı bir hərəkət bitib deyirsiniz, ancaq zamanın demirsiniz. Niyə? Çünki bu cümlədə zaman önəmli deyil. Bizim diqqətə çatdırmaq istədiyimiz hərəkətin bitmiş olmasıdır, yəni nəticəsidir. Yəni, hərəkət bitib, zaman deyilmir. Çünki hərəkətin nəticəsi diqqətə çatdırılır. Yəni, önəmli olan bu hərəkətin bitmiş olmasıdır. Nə zaman bitmiş olması önəmli deyil. Bu zaman istifadə olunur çox vaxtı. Already, artıq, yəni mən nəyisə artıq etmişəm. Nə zaman olduğunu deyinirsən, yəni artıq hərəkət olub. Ya da hələm mən bu hərəkəti etməmişəm. Daha çox bu iki sözdən, zərfdən istifadə olunur bu tip situasiyalarda, amma bu zərfi yazmamaq da olar. Misal üçün deyirəm ki, you can take your car. Sən maşınını götürə bilərsən. Götürə bilərsən. Gətirmişsən təmirə, indi götürüb apara bilərsən. I have already repaired it. Mən artıq onu təmir etmişəm. Baxın, yəni nə zaman təmir edib, bunu demir. Çünki önəmli olan o deyil, önəmli olan odur ki, artıq maşının hazır vəziyyətdədir. Deyirəm ki, başqa bir cümlə. Jane is happy. Jane mutludur. She has passed the exam. O imtahandan keçib. Baxın, heç mən burada zərf işlətmədim. Elə present perfect-in birbaşa yazdım. Niyə bitmiş zaman işlətdim? Hərəkət nə zaman bitib deyilirmi? Xeyr. Niyə? Çünki önəmli deyil. Önəmli olan odur ki, o imtahandan nəticəni biz burada göstəririk. Jane xoşbəxtdir. Səbəbi nədir? O imtahandan keçib. Və yaxud deyirəm ki, you can't meet Mike. Sən Mike-la görüşə bilməzsən. Soruşur. Səbəb? Niyə? O hələ gəlməyib. He hasn't come yet. Hərəkətin nəticəsi ortadadır. Yəni, Mike burada yoxdur. O hələ gəlməyib. Bu da oldu cümlə present perfect zaman formasında. İkinci situasiyamız nə oldu? Hərəkət bitib, amma nəticəsi göz önündədir deyə biz artıq bunun nə zaman bitdiyini demirik. Bilsək belə demirik, çünki önəmli deyil. Bir neçə Azərbaycan dilində nümunələr gətirim. Misal üçün, müəllim şagirdə deyir ki, valideynə şikayət edəcəm, sən bugün sözləri öyrənməmsən. Şagird deyir və yaxud deyir ki, testi bugün yazmamsan. Şagird testi göstərir, deyir, müəllim, baxın, yazmışam. Və yaxud deyirəm ki, maşını sürüb apara bilərsən, mən artıq onu yumuşam. Yəni, maşın artıq təmizdir. Gəl ki, süfrəyə mən gözəl bir yemək bişirmişəm. Nə zaman? Zaman önəmli deyil. Yəni, yemək artıq hazırdır. Və yaxud otaq niyə soyuqdur? Deyir ki, mən pəncərəni açmışam. Nə zaman? Zaman önəmli deyil. Pəncərə yəni açıqdır, ona görə otaq
soyuqdur. Yəni, bu situasiyalarda biz present perfect-dən istifadə edirik. Bəs testlərdə də bizə ən vacib lazım olan uşaqlar bu situasiyadır. Çünki burada zərf çox vaxt deyilmir və burada tərcümədən biz başa düşürük ki, artıq bitən bir hərəkət var. Misal üçün deyir ki, Jane hardadır? Deyirsən ki, Jane məktəbə gedib. Nə zaman getdiyini demirsiniz. Olur present perfect. Üçüncü situasiya şagirdlər təcrübə etdiyimiz hərəkətlərlə bağlıdır. Təcrübə yazıram bura sadəcə. Yəni, 1. Kiməsə soruşursan ki, kimdənsə soruşursan, sən haçansa bunu etmisənmi? Həyatında haçansa bunu etmisənmi? Have you ever watched this film? Sən haçansa həyatında bu filmə baxmısanmı? Burada əziz şagirdlər, baxın, ipucu söz sual cümləsində ever. Haçansa bunu etmisənmi? Və yaxud o deyir ki, I have never watched this film. Mən bu filmə həyatımda heç vaxt baxmamışam. Yəni, burada mən həyatımda dediyim söz cümlədə təbii ki, yazılmayıb, mən özüm deyirəm. Yəni, deyir, mən heç vaxt bu filmə baxmamışamsa, bu deməkdir ki, həyatımda heç vaxt baxmamışam. Bax, həyatımda mən bu təcrübəni heç vaxt etməmişəm, yəni. Sual verəndə ki, haçansa etmisənmi? Cavab verəndə ki, mən nəyisə etməmişəm. Və yaxud deyirsən, mən bu filmə 3 dəfə baxmışam, amma nə zaman olduğunu demirsən. Bu mənim həyat təcrübəmdir. Deyirəm, I have watched this film 3 times. Bu filmə 3 dəfə baxmışam. Baxın, bir şeyi həyatımızda bir neçə dəfə etmişik, amma nə zaman etdiyimizi demirik. Desəydi, mən dünən bu filmə 3 dəfə baxdım deyəcəkdi, past simple olacaqdı. Amma zamanın demir nə vaxt olduğunu, sadəcə bu bir təcrübəsini paylaşır ki, mən bu filmə 3 dəfə baxmışam. Və yaxud deyirəm ki, I know. Baxın, bu cümləyə sərcilər deyirəm, I know this girl. Mən bu qızı tanıyıram. I have seen her before. Əvvəllər onu görmüşəm. Baxın, əvvəllər həyatımda haçansa onu görmüşəm. Bu oldu present perfect zaman. Deməli, sual verəndə haçansa etmisənmi? Cavab verəndə ki, heç vaxt etməmişəm. Həyatımda nəyisə bir neçə dəfə etmişəm. Əvvəllər etmişəm, yəni bunu əvvəllər yaşamışam, bu hərəkəti, bu hadisəni, bu təcrübəni, bu zaman cümlə present perfect zaman formasında deyilir. Deməli, testlərdə bizim qarşımıza bu necə çıxır soruşursunuzsa, əziz şagirdlər, testlərdə bu zərfləri bilməniz yetərlidir. Just, recently, lately. Bunlar present perfect-in zərfləridir və yaxud yet. Yeti görəndə diqqət edin ki, o cümlə çox vaxt inkarda olur. Sualda da ola bilər, amma daha çox inkarda olur. Testlərdə yəni çıxan qarşımıza bu olur və hələ kimi tərcümə olunur. Mən nəyisə hələ etməmişəm. Amma sual cümləsində versələr bu artıq kimi tərcümə olunur. Deyirəm ki, has Mike come yet? Baxın, bax bu cümlədə Mike artıq gəlib demirik. Daha doğrusu Mike hələ gəlib demirik. Deyirik Mike artıq gəlib. İnkarda deyirik ki, Mike hələ gəlməyib. Mike hasn't come yet. İnkarda yet nəsə hələ olmayıb deməkdir. Amma sualdakı yet Mike artıq gəlib kimi tərcümə olunur. Deməli, testlərdə already, yet, lately, recently, just. Baxın, bu zərflər hamısı present perfect-in zərfləridir. Həyatımızda nəyisə bir neçə dəfə etmişik və s. Bunlar hamısı present perfect-in zərfləridir. Niyə mən bu gün, bu həftə bu sözləri bəs yazmadım, daha doğrusu mavi rənglə işarə eləmədim? Bu gün, bu həftə deyəndə biz başqa zamanlarda deyə bilərik. Misal üçün, bu gün mən otağımı təmir edirəm. Bax, davam edici zamanda ola bilər. Zamanın içindəyəm və davam edirəm. Baxın, içində olduğunuz zamanda hərəkəti davam edirsinizsə, bu davam edici zaman olur. Bitirmişsinizsə, bitmiş. Misal üçün, mən sənə deyirəm ki, bu il mən universitetə hazırlaşıram. Bu il mən bunu davam edirəm. Bu olur indiki davam edici zaman. Amma desəm ki, bu il mən 3 dənə müəllim dəyişmişəm, 2 maşın dəyişmişəm, 5 maraqlı kitab oxumuşam bu il, bitən hərəkəti göstərirsinizsə, onda bu present perfect zaman olur. Amma lately, recently, just, indicə mənasını verən, already, yet, ever, 3 times, bunlar daha çox present perfect istifadə olunan zərflərdir. Yəni, zərflərdən biz cümləni tanıyırıq. Əziz şagirdlər,
Bəs present perfect nə vaxt istifadə oluna bilməz? Baxın, diqqət edin. Ən vacib məsələyə gəlirik. Bir cümlədə görsəniz ki, dəqiq bir vaxt var. Misal üçün, on Monday. Birinci gün at 5 o'clock. Saat 5-də. Və yaxud in April, apreldə. Bu zaman qətiyyən present perfect zaman formasından istifadə etməyin. Deyəcəksiniz səbəb. Niyə istifadə etmək olmaz? Çünki əziz şagirdlər, biz bu zamanların içində deyilik. Bu adam deyir birinci gün. Əgər indi birinci gündən söhbət gedirsə, bu adam deməli idi bu gün. Saat 5-də, əgər indi saat 5-də 5-dirsə, deməli idi indi. Apreldə, əgər indi aprel ayıdırsa, deməli idi bu ay. Əgər apreldə, saat 5-də, birinci gün qeyri-müəyyən bu cür, daha doğrusu, dəqiq vaxtlar bu cür verilibsə, biz qətiyyən bitmiş zaman işlətmirik. Bəs müəllim, hansı zaman işlədə bilərik bu dəqiq vaxtlarda? Və yadda saxlayın, bu sizə lazım olacaq. 3 dənə sadə zaman işlədə bilərsiniz. Present simple, past simple, bir də future simple. Bir də keçmiş davam edici zaman, past continuous. Misal üçün, on Monday nə deməkdir? Birinci gün. I go to school on Monday. Mən birinci günlər məktəbə gedirəm. Və yaxud I went to school on Monday. Mən birinci gün məktəbə getdim. Və yaxud gələcək zaman I will go to school on Monday. Mən birinci gün məktəbə gedirəm. Bax, 3 dənə sadə zaman üçün də yaza bilərsiniz. Hətta davam edici zaman. Misal üçün deyirəm I was going. Mən birinci gün məktəbə gedirdim. Nəsə baş verdi yəni. Bu zamanları qoya bilərsiniz, amma present perfect qoya bilməzsiniz. Sizi aldatmaq üçün yazacaqlar. Hətta sözünü testi verəcəklər sizə. Yazacaqlar ki, I have watched və yaxud I have watched 3 films. Deyəcəklər ki, bura sözünü yaz. Monday. Şagirdlər sözünü test edəndə düşünür ki, bax, mən indi həftə günlərinin qabağına 10 yazmalıyam da. Burada rahatlıqla 10 yaza bilərəm. Xeyr, bura 10 yazsanız səhv olar. Niyə? Çünki siz bura 10 yazsanız, deyəcəklər, bəs axı dəqiq zamanda present perfect işləmir, sən bura 10 necə yazdın bura? Onda nə edirik? Aha, yadda saxlayın, dəqiq vaxtların qabağında present perfect bir şərtlə işlənər ki, siz o dəqiq vaxtın qarşısına since yazasınız. Since nə deməkdir? Bəri, yəni o vaxtdan bəri. Birinci gündən bəri, 5-dən bəri, apreldən bəri. İndi birinci gündən bəri dediyinə görə mən 3 filmə baxmışam, present perfect-də deyə bilər. Amma 10 Monday desəydi, dəqiq vaxt olardı. Biz də o zamanın içində olmadığımız üçün present perfect-dən istifadə edə bilməzdik. Ümumiyyətlə, bitirdiyiniz bir hərəkətin müddətini 2 cür göstərə bilərsiniz. Ya since-lə göstərirsiniz bu cür. Misal üçün, since Monday, birinci gündən bəri. Ya da for-la göstərə bilərsiniz. Misal üçün, deyirəm ki, I have watched 3 films. Mən 3 filmə baxmışam. For 5 hours. 5 saatda, 5 saat içində, yəni mən cəmi neçə dənə filmə baxmışam? 3 dənə filmə baxmışam. Müddəti göstərəndə for və since deyirlər. Since-dən sonra dəqiq vaxt gəlir. Misal üçün, since Monday. Və yaxud mən deyirəm ki, I have watched 3 films. Mən 3 filmə baxmışam. Since past simple-da cümlə qoyuram. You went. Sən gedəndən bəri. Since-dən sonra ya dəqiq vaxt qoyursunuz keçmişə aid, ya da past simple-da cümlə qurursunuz ki, filan vaxtdan bəri. Amma for-dan sonra müddət gəlir. Məsələn, for 5 hours, for a long time və s. Bu tip cümlələrdən istifadə edə bilirsiniz. Gəlin, indi dərsliyimizə baxaq burada şagirdlər. Baxın, bu zərfləri də görürsünüz. Today, lately, recently və s. Bu zərfləri öyrənirsiniz. İşləndiyi situasiyaları baxın. İçində olduğumuz zamanda bitən hərəkət dedik. Hərəkətin nə vaxt bitdiyi deyilmir, nəticəsi diqqətə çatdırılır. Həyatımızda hər hansı bir işi bir neçə dəfə, əvvəllər və yaxud hadsansa heç vaxt edib etmədiyimizi göstəririksə, sonra burada göstərmişik dəqiq vaxt olanda perfect zaman istifadə olunmur və since-lə for-u da burada vermişik. Və gəldik burada maraqlı bir detaya. Baxın, bunun üzərində izah edəcəm. Since indiki bitmiş zamanın işlənə biləcəyi
Və zaman uzlaşmasının pozulduğu, bax bura diqqət edin. Zaman uzlaşmasının pozulduğu yeganə zaman bağlayıcısıdır. Budaq cümlə past simple-da, baxın past simple, yəni keçmişdə, baş cümləsi isə present perfect-də olan zaman forması düzəlir. Bayaq mən sizə demişdim, baxın burada. Since-dən sonra görün hansı zaman yazmışam? Past simple, keçmiş sadə zaman. Cümlənin budaq hissəsi keçmişdədir, past simple-dadır. Amma əvvəli hansı zamandadır? Present perfect-dədir, indiki bitmiş zamandadır. Yəni, bu cür zaman uzlaşmasının baş verə biləcəyi yeganə bağlayıcı since bağlayıcısıdır. Qalan başqa bağlayıcılarda siz budaqda past simple keçmiş yazsaz, əvvəldə də keçmiş yazmalısınız. Amma sadəcə since bağlayıcısında bu baş verə bilir. Siz rast gələ bilərsiniz. Baxın, burada cümləyə də baxaq. Since you went, sən getdin. Sən gedəndən bəri mən 3 dənə kitabı bitirmişəm. Və hətta siz since then sözünü harda görsəniz, then o vaxtdan bəri bilin ki, keçmişdəki bir vaxtı nəzərdə tutur. O vaxtdan bəri mən onu 2 dəfə görmüşəm. Baxın, since then cümlənin əvvəlində də yaza bilər. Yenə bu da nə deməkdir? O vaxtdan bəri. Then burada keçmişə aid bir vaxtı göstərir. Since that time, o vaxtdan bəri biz görüşməmişik. Bir sözlə since-dən sonra ya belə keçmişə aid bir söz gəlir. Bu since Monday ola bilər, since yesterday ola bilər. Ya da past simple-da bir cümlə və son cümləm, əziz şagirdlər, test yazanda xüsusilə keçmiş sadə zaman zərfi görəndə, misal üçün, yesterday və yaxud last week və yaxud 1990 deyək, 1990. Bax, keçmişə aid bu cür söz görəndə, əziz şagirdlər, hamı tələyə düşür, tez hamı düşünür ki, mən buraya yəqin past simple verməliyəm də, watched deməliyəm. Baxın, cümlə yazaq. Burada deyirlər ki, hansı zamanı yazarsan? Burada deyirlər hansı zamanı yazarsan? Şagirdlər tez düşünür ki, müəllim, biz bura watched yazmalıyıq, past simple yazmalıyıq. Niyə? Çünki düşünürlər ki, cümlədə yesterday varsa, bu past simple-ın zərfidir də. Xeyr, ehtiyatlı olun. Əgər keçmiş görürsünüzsə yesterday, qarşısında heç nə yoxdursa, yəni since yoxdursa, o zaman yazın. I watched 3 films yesterday. Mən dünən 3 filmə baxdım. Amma bunun qarşısına since qoyub sizi aldada bilərlər. Qarşısında since varsa, bu nə deməkdir? Dünən demək deyil. Yəni, dünəndən bəri. Siz o zaman present perfect yox, past simple yox. Nə deməlisiniz? Present perfect. I have watched. Last week desələr, past simple yazın. I watched. Amma görsəniz yazılıb since last week, keçən həftədən bəri, o zaman I have watched deməlisiniz. Baxın, buna diqqət etmək lazımdır. Bu testlərdə sizi aldada biləcək şeydir. Yəni, past simple zaman zərfinin qabağında since varsa, cümləniz olmalıdır present perfect zamanda. Buna diqqət etmək lazımdır.